paytaxtımız 5, 6, 7, 8 may tarixlərində 19-cu dəfə keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi olan Caspian Agro Week həftəsinə və eyni zamanda 31-ci dəfə keçirilən Azərbaycan Beynəlxalq Qida Sənaye sərgisi olan Interfood Azərbaycana ev sahibliyi edir. Artıq hər il keçirilən bu sərgi həm regionun, həm beynəlxalq ictimaiyyətin, əsas da aqrar sahədə çalışan fermerlərin, iş adamlarının, sahibkarların marağını olca cəlb eləyir. Qeyd edim ki, bu illəri bir neçə nazirin bu sərgiyə səfəri nəzərdə tutulub. Caspian Agro bu illəri sadəcə Caspian Agro deyil, Caspian Agro Week formatı çərçivəsində təşkil olunur. Əsas məqsədimiz həftə ərzində həm sərgi, həm də Bakıda müxtəlif və ölkə üzrə müxtəlif forumların, toplantıların, aqrar sahədə müzakirələrin aparılmasına nail olmaqdır. Həm aqrar elmi sahədə çalışanlar, həm ekspertlər, mütəxəssislər, sahibkarlar, fermerlər arasında müxtəlif diskussiya platformalarını hazırlamışıq. Forumlar təşkil olunacaq. Ən böyük forum sabahlarım Nazirlər Forumu da keçiriləcək bu sərgi çərçivəsində. Ümumilikdə sərgi fermerlər üçün, kənd təsərrüfatında çalışan şirkətlər üçün çox böyük bir imkandır ki, öz məhsullarını burada göstərsinlər, yeni texnologiyaları nümayiş elətdirsinlər və eləcə də maksimum dərəcədə məlumat toplasınlar öz təsərrüfatlarını, istehsallarını genişləndirmək üçün. İnanıram ki, burada təşkil olunan imkanlar, sərgiləmə imkanları, müzakirə platformaları, diskussiya forumları hamısı kənd təsərrüfatının inkişafına xidmət eləyəcək. Businesses, experts. Bu tədbir çox mühüm tədbirdir. Çünki bu kənd təsərrüfatı sahəsində çalışan ekspertləri, biznesləri, fermerləri, importerləri, eksporterləri bir araya toplayır və biz bir araya gələrək kənd təsərrüfatının üzləşdiyi problemləri müzakirə edirik və onlara həll yolları tapırıq. Biz FAO Azərbaycan olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə yerli icmalarla, fermerlərlə birlikdə işləyərək bu problemlərə həll yolları tapmağa çalışırıq. Və kənd təsərrüfatında bugün innovasiyaların və yeni texnologiyaların tətbiqi çox əhəmiyyətlidir. Çünki yer kürəsinin getdikcə artan əhalisi daha çox qidaya ehtiyacı və kənd təsərrüfatı məhsullarına ehtiyacı olacaq. 2050-ci ilə qədər yer kürəsində insanların sayı mühüm dərəcədə artacaq və biz gələcəkdə daha çox kənd təsərrüfatı məhsullarını daha az vasitələrlə istehsal etməyi öyrənməliyik və təbliğ etməliyik. Bunu edərkən əmin olmalıyıq ki, heç kim geridə qalmır. So we together with the Ministry of Agriculture